Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Dekabr ayının 10-u həftənin çərşənbə günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Əmək haqqının verilmə müddətləri ilə bağlı qaydalarda dəyişiklik edilə bilər. Bununla bağlı Vüqar Bayramov, millət vəkili Vüqar Bayramova açıqlama verib. O bildirib ki, bir sıra ölkələrin qanunvericiliyində əmək haqqının ay ərzində bir neçə dəfə verilməsi ilə bağlı xüsusi qaydalar mövcuddur. Bu həm dövlət, həm də özəl sektora əhatə edir. Nəticə etibarilə qanunvericilik işçinin aylıq əmək haqqını yalnız bir dəfə deyil, bəzi hallarda ay ərzində 2 və ya daha çox dəfə alınmasına imkan yaradır. Bu isə faktik olaraq aylıq əmək haqqının müəyyən dövrlərə bölünərək ödənilməsi deməkdir. Millət vəkili onda bildirib ki, digər mühüm məqam ondan ibarətdir ki, sözü gedən yanaşma xüsusilə işçilər üçün şəxsi və ailə büdcəsinin düzgün planlaşdırılması baxımından əhəmiyyətlidir. Onun fikrincə, gəlirlərin daha qısa intervallarla əldə edilməsi xərclərin planlaşdırılmasını və büdcənin idarə edilməsini asanlaşdırır.